Bığlarımla geri qayıtdım. Çempionlar Liqasına kimsə qoydu, Inter qoydu da şeylərdə. Allah bəla versin Erik ten Hag. Komentere bir de diyeyim. Komentere. Arada üçüncü kamera komentere. Stop, Bitirin. Pajeye göz. Abisidir ya qadam. Sonra demeyin ki Samiri verişdə soyundurmadı. Inter Çempionlar Liqasını qaldıracaq, hepsi qurtardı, getdi bura. Çempion değil, loktur, çurbandır. Ona maaş verən ağzını s***dən. Ama Inter serioza almayıb. A p***yer interesi almayıb. Sala görürsüz Serie A necə möhtəşəm liqadır. Yenə ağzımıza gələn kimi bir futbolunu buraxılış çəkmişik. Salam əziz Vuvuzela izləyiciləri. Şərq, Türk və İslam aləminin ən futbolni podkast proyektində Qərb Ekspresinin... Futbolni yox da, futbolni başqa podkastda. Yox, overall bir futbolni bura. Overall bir futbolni var bizdə. Hərəmizin də bir xeyteri var. Bəli. Qərb Ekspresinin 38-ci buraxılışıdır və bu buraxılışımızda tam qanuni və güvənli mərc operatoru olan Misleyin baş sponsorluğu ilə yayımladı. Keçən həftə gördüm ki, Ələkbər Arxamcı atıb tuturdu, onun üçün gəldim bu verilişə. Yəni mən soruşmaq istəyirəm. Bığlarımla geri qayıtdım. 38-ci deyirsən, 40-cı da şey olacaq. O adı Pis nədir? verdi şey elədin. Yox, 40-cı tortdan atdan Yunis, sən gəlirsən də takşıda gözləyirsən. Yunisin veda partisi. Sevdanın son vuruşu Yunisin ifasında. Son çırpınışı. Tamam, getdi. Necə gedir işlər? Normal gedir. Salamatçı oldu. İstəyir. Siz necəsiniz? Fırlanırıq da özümüzsün. Bəli. Sənə təbriklər bir daha buradan çempion oldun. Minnətdaram, çox sağ ol. Bəli. Çox sağ ki, gəlmişsən baxmağa. Bəli, Vuvuzelanı layiqincə təmsil elədin. Düz 12 dəqiqə, 13 dəqiqə nə oynadın? Nə oldu ki, ondan sonra finalda mən Kalan oynadım. Evet, finalda xeyləm topla oynaması da ümumi olaraq qaçırdı. Mən orada Qaqaş bir dənə patkata girdim. O da blogerdə yatdan çıxdı onadı. Qaqaş əncil olmuş da bildi. Orada. Sarı da vermədi süzəcək, xanım süzəcək. Açığı mən baxdım bro. Yəni blöd. Öyle futbol oynamazlar da. Cəmaatın böyle birinin kaleniz, birinin böyle Vaqif Cavadovana görə çıxdı da. Düz elədi də bro. Bir sənə oldu. Vaqif Mecnunok atdı Qaqaşa. Qaqaş da böyle Zdarov Qaqaş. Vaqif keçib Qaqaş götürdü bir dənə Vaqifə belə. Vaqif də yana neydi səhki? Futbol oynaya bilməyən insanlarla futbol oynamaqdan kimi oynaya bilməyə orada tema o deyildi. Vaqif bir sənə görə şey oldu. Vaqif şey, gözüm bir dənə üzr istəyirəm. Bir dənə deyim. Çəkilişdən özüm yıxacam. Vuvuzelanın İlber Ortaylısı çəkilişin ortasında. Orada bir sənə tema nə idi? Bunlar konkret udmaq istəyirdilər. Necə fasilədə Nuqzar girib bizə danışmaq ki, uşaqlar mən başa düşürəm, siz kayfa gəlmirsiniz, şovu göstərmə Vaqifələr deyir də. Amma o komanda sırf kuboka görə çıxır da. Yəni onlarda verəcək, taxta medal verəcəklər axırda bunlar. Amma nə bilim, bunlar belə istəyirdilər. Kamerada da oynayırdılar da yaxında ona görə. O üçün Vaqif də deyir ki, yaxşı mən səni keçdim, sən məndən prinsip aparırsan da. Mən keçməsə gəl keç. Yox, mən bu maraqlı, mən həmişə maraqlıdır. Mən həmişə məsəl üçün belə insanlarla futbol oynayıram. Deyirəm ki, bax sən mənim gözümü çıxartdın. Bax niyə necəsən sən? Baba niyə necəsən də sən? Sən belə bədbəxtsən, mən də belə bədbəxt. Trofey kimi götürəcəksən. Mənə çatmır da şey. Mən ona görə çoxdan da heç kimlə futbol oynamıram, bro. Amma mən futbol oynamağa gəlmişəm kayfa eləməyə. Da biri var orada, hə, pul mükafatı, hə, 500.000 mükafat qoyublar. Hə, şey eləyəcək. Mən bilirsən qrup oynaya bilirəm, bro. Həmişə uşaqlarla məsəl üçün oynayıram, deyirəm ki, Allah ləzgisən. Mən sizə podkast girsəm ölərsiniz deyirəm sizə. Orada baxıram. O güləşçimiz Qoqoşun yoxunu belə top doladı dirsəyinə belə. Bravo Leva belə sveska gedirdi də qaqaşlar. Dirsəyinə, o necə olur? Dirsəyinə. Güləşçi futbol oynayan deyil olacaq da. Nəysə biz keçək öz futbollarımıza. Ay Samir, sən də Şeydir. Adidasın buraxdığı köynələr. Şunu sən də sən şunu. All that I have is all that you've given me. Sonra deməyin ki, Samiri verişdə soyundurmadıq. İstəyirəm başlayaq Crystal Palace-ı təbriklə. Tarixlərində ilk böyük major kuboku qazandılar və Samir demişkən mayaya gələndə Crystal Palace olur 2008-2009 Barcelona və Pep Guardiola Manchester City karyerasında ilk dəfə kuboksuz mövsüm bitirdi. Düzdür, mən demişəm ki, yəni Crystal Palace birinci tayma gəlib qələbə qazanacaq, onu düz demişəm. Amma ikinci dedim ki, все-таки City aparacaq. Amma istəyirəm ki, Crystal Palace olur. Yaxşı ki, aparmadı. Düz stavkam yandı. Amma mən nə dedim? Sən nə dedin? Crystal Palace'ın bir qolu var oyunda. Bəli, gəldi. Görürsən? Bir qolunu mən dedim, bir qolu var. Deyərdin də. Birinci tayma aparacaq. Nə bilim, və yazanlar oldu ki, Crystal Palace time kim yazıb? Çox adam mən yazıb ki. Kim var ki, bizə qulası və nəsə yazıb? Çox sağ ol Sami bəy. Biz sıfır komment, mən qazandım. sıfır komment. Mən elə belə deyirəm. Mənim dediklərimi yazmaya.
Mən prosta atıram kayfa. Prosta şeydir, Glasser'da bomba bir intervyu verib. Mən Pepe-də yaxınlaşmışam demişəm ki, oyundan qabaq ki, sən bir dəfə məndən bu priyoma eləmişsən, mən qol vurub sən comeback elədin. İkinci dəfə mən ona imkan vermərəm. Glasser deyib ona. Və Dean Henderson'ın performansı da bu. Möhtəşəm. İşte orada bir dənə moment oldu. Oyun qutarandan sonra Munoz'a verdilər man of the match. Mən deyirəm o öyle şey oldu. Dean Henderson'ın hər şey. Elə toplar çıxartdı ki, penalti necə demirəm. Kepkasını da taxmışdı. Hətta penaltini Ubirain Storunu. Haaland'ın momentlərini necə çıxartdı. Və axırda şeydir, düzdür, sonra dəyişdirdilər Dean Henderson'ı. Özü gedir, Munoz getdi özü dedi ki, Çox üzr istəyirəm. 2 dəqiqə Allah bəla versin Erik ten Hag. Buyurun. Dean Henderson. Bəli, United'dan üstə verdiyimiz futbolçular deyil. Dexeya'nı göndərdik, Dean Henderson'ı göndərdik. Kakoyta Qamışiyan ona gətirib Amma ən pik odur ki, Enkeçe kubok qazandı da. Bəli. Arsenal qazana bilmədi. 6 il oynayır, heç nə qazanmır. Crystal Palace getdi qazandı. Burada Enkeçe qazandı, Newcastle'da Arsenal'ın Newcastle'da var ya. 28 nömrə. Qara. Willock. Willock da orada kubok qazandı. Arsenal hələ də heç nə qazanmadı. rasist, qara deyir. Calafiori də Bolonya'dan getdi ki, Arsenal'a kubok qazansın. Bologna kubok qazandı. Və ona görə Bologna yutdu da. Calafiori orada. Amma bir məsələ şeydir. Glasner'in açıqlaması da, yəni sən bir dəfə bu mənim üstümdə comeback eləmişdin, amma yenə də pis oynamadı məncə City. Amma heç o comeback-ı eləyəcək vibe-ı vermirdi City. City elə bir o əvvəlki City atmosferindən çox uzaqlaşıb. Düzdür, bu düşüşdən sonra bir balaca qalxdılar 3-cü yerə falan, deyirdim ki, nəsə toparlanırlar, amma oyun olaraq yenə o enerjini ötürmür City. Mənə bir sinə çatmır. Mənə o çatmır ki, yəni Marmuş niyə penalti vururdu Haaland oynaya? Mənə o çatmadı birinci. Və çox istəyirəm, Haaland 7 final oynayıb City və heç birində qol assist yoxdur. Yəni final oyunçusu deyil Haaland ümumiyyətlə. Haaland ümumiyyətlə indi düşüşdədir. City düşüşdədir. City düşüşdədir. Haaland da Brad, Pep'in futbolu elə futbol deyil ki, hansısa oyunçu nəsə aparsın. Pep'in futbolu işləmirsə, bütün komanda işləmir. Çünki onlar strukturdur da Brad da. Mən elə fikirləşirəm, indidən deyirəm ki, siz növbəti mövsüm çox güclü olacaq. Problem olmalıdır Brad. Liverpool heç nə qazana bilməyəcək. Mən elə fikirləşirəm. Brad, olmalıdır da. Transferini eləsələr razıyam. Конечно, olmalıdır da Brad. Qışda problem var idi. 100 milyona futbolçu aldılar. Hansı klubda elə şey var? Real Madrid belə şey eləmir, Brad. Dediyim kimi Liverpool indi o Salahı o qədər təriflədi, amma ilk dəfədir ki, İngiltərə Premyer Liqasında belə bir şey olur ki, komanda çempion olandan sonra 3 tur dalbadal uduzur. Başını Başını buraxmır. Bir halda yəni udmur. Başını burax okey də, başını buraxmaq amma belə də yox da. Brad, Liverpool'u mən ya bundan qabaq çempion olandan qabaq da yəni top oyunlar var idi. Prosta Arsenal batırdı da. Mən hansı verilişdə Liverpool azarkeşdən yenə qıcıqlandırırsan. Mən hansı verilişdə dedim də şeydi, yəni Ten Hag'ın bunlar Liverpool PSG-dən sonra motivasiyanı tamamilə olaraq itirdi. Tam olaraq. Salahın qolu zadı yoxdur bura. Hə. O bizə verişimiz oldu, Salah yoxsa Drogba teması. Drogba ya Ronaldo. 28 qolda qaldı da. 28 qolda qaldı. Rekord da vura bilmədi. Bir iki dənə assist qalxdı prosta. İndi bilmirəm də axırıncı oyunda bir götürdü, bir dənə poker elədi, hər şey oldu. Kimlə oynayırlar? Crystal'la? Crystal, oy belə Crystal'la. Yəni o da söhbət var ki, prosta şey də Brad nə deyir məşqçinin? Slot da. Slot. Arada bir dənə Ten Hag buraxdın, kişiyə hörmətsizlik elədin. Slot prosta motivator deyil də. Bu komanda motivasiya. Məsəl üçün Liverpool əgər bu stilləri tam olaraq çempionluq söhbəti deyil ki, mən Ələkbər burada düz deyil. Yəni mən çempion oldum deyə mən belə oynayıram. Yox, Liverpool zəif oynayır. Bu düşüş. Zəif PSG-dən sonra Liverpool çox zəif oynayır. Sezon ilk yarısında Babat şeylədilər, Zadel götürdülər. Və rəqiblərinin də olması konkurent yox idi. Arsenal normal oynasaydı, demirəm çempion olardı. Ən azından bir 2 tura, 3 tura qalmış nəsə mübarizə qədərdir. 3 xal fərq, 4 xal fərq. Arsenal batırdı da hamısını. Bir komandanın ki aparan oyunçu Apornikdir. Nə istəyirsən bu komandada? Son 2 oyunda qalib gəldiyi oyunlarda Declan Rice qol vurub qalib gəldi. Mən çox təəccübləndim ki, bunlar necə Newcastle utdular sözünüzü. Çox təəccübləndim. Mən fikirləşirdim ki, Newcastle uduzmayacaq ən azından. İsak faktor. Okey, İsak yoxdur. Serrano da yəni bəs eləyirdi bura. Bəs eləsində yenə də deyirəm Nietzsche-də dolardı mənə. Wilson'dan zaten sən niyə? Amma daha da gözəl, çünki indi çempionlar slotu uğrunda deyim, mübarizə daha da qızışır. İndi bir dənə City-də bugün oynayır, sabit çıxacaq biz bilmirik necə olub. Bournemouth oynayır, motivasiyasız Bournemouth. City-yə utsa, demək olar ki, böyük ölçüdə həll edir məsələn. Amma udmasa vəbşi qırğın olacaq. Ən qırğın və Pep açıqlama verib bu haqda ki,
Pep açıqlama verib ki, yəni biz düşə bilməsək Çempionlar Liqasına, yəni ümumi götürsək biz həqiqətən Çempionlar Liqasına düşəcək mövsüm oynamamışıq onsuz da. Mən bir söz deyim, ən paradoksu odur ki, İngiltərədən həqiqətən 8-9 komanda gedə bilərdi Avropa oyunlarına ümumiyyətlə də. Və indi Brighton 8-ci yerdə daxı. Chelsea əgər 7-ci yer tutsa Premier Liqada, 7-ci yer tuta bilər, potensial var. Chelsea və Konferensiya Liqasını qazansa, avtomatik Brighton gedir konferansa, Chelsea gedir Avro Liqaya. Oradan Tottenham Manchester udanda bəlkə də 9-cu yerdə nəsə oldu. Ola bilər. Yəni какой-то kaşamalaş alındı. Mən tutamıram kimin çıxacaq. Yəni bu çıxacaq. obyektiv danışaq da, tutaq da 9 komanda getdi Premier Liqadan. Güncəl vəziyyətlərinə əsasən deyirik də, ya da bu mövsümki prime'lardan belə götürsək, heç biri də əsaslı kubok iddiaçısı vibe vermirsə. Yəni bu mövsüm ən iddialı Liverpool idib, gəldi PSG keçdi üstündən. Bu məsələ. PSG hamının üstündən keçib. O meyar deyil. PSG çox güclüdür bu mövsüm. Heç olmasa 2 oyun arasında üstündə Liverpool uduzmadı PSG-yə. Orası da 1-0 penaltidə. PSG təmiz bir dənə Arsenal utdu. İngilis komandalarından. Aston Villa da dirəşdi. Aston Villa dirəşdi də. Konkret dirəşdi. O biraz sən dediyin kimi biraz partladı. Arsenalın öz qeyriyyətsizlik faktoru da var idi. Hətta bir Arsenal çox zəif bir mövsüm keçirdi. Yəni ikinci yer Arsenal çox uzun illər. Yəni bu dəqiqə uğursuzluqdur Arsenal üçün. Arsenal xilas edən bir dənə çempionluq ola bilər. Kubok İngiltərə kuboku da heç nədir onlar üçün bu dəqiqə. Yəni Arsenal hələ də 2004-dən çempion olmayıbdı Arsenal. Bu biabırçılıqdır sadəcə olaraq. Və 5-ci mövsümü də Arteta'nın səhv etmirəmsə. Və Ten Hag'ın bu xaos dolu Manchester karyerasında daha çox kubok var. Hə də, hə. Nəysə, onda Biraz mənə o moment Arsenal, misal üçün mənim qardaşım Milan fanatıdır və indi Piolini çıxardığında həmişə dedi ki, deyib, Arteta niyə saxlayırlar bəs? Yəni yetim Pioliyə Chukwueze vermişdilər, Chukwueze. Və dedilər ki, sən bu Chukwueze ilə bu transferdir, Chukwueze. Heç kəsə lazım olmayan Pulisic. Yəni heç bir yerdə özünü tapa bilmir. Pulisic parladı da. Pioli onu belə elədi. Amma Pulisic də rəhbərliyin Pulisic rəhbərlik diktəsi də Amerikanlar dirəşib əsaslarında olsun. 100%. Onun Amerika futbolu. Yox, amma Pioli onu elə biləndə ki, indi də davam edir, daha da yaxşı mövsüm keçirib öz şəxsən. Yox, eynidir. Plus minus eynidir. Orada 1 gol, 2 gol. Yox, amma daha rekord pabilonu Svoy. 9-cu yerdə gedirlər. Svoy'a gol çəkdi. Svoy olsun da burada, boş-boşuna vurur da karyeriyada. Sonra mı deyirəm ki, Interə vurub, həm Superkubokda, həm Interə Kubokda. hər yerə qoymuş. Inter Kalyari fasu ayrı məsələdir. Mən başa nə demək istəyirəm. Inter sizi sən o qədər podkastda dedin. Milan belə tutmur Inter sizi serioza prosta almadı bu mövsüm. Ona görə siz bütün oyunları. Yaxşı, Inter indi Çempionlar Liqasının finalında uduzsa və çempion olmasa. Hə. Kubok 0-dır onda. Milanda Superkubok var və Kubok finalı o da orada uduzur. Təbii ki. Hətta nə fərq oldu Milanla Interin arasında? Çünki Inter ikinci yer tutdu ya finalda oynadı. Bak ikinci yer tutdu. Bravo. Nə olsun? Sən bildiyin hatersən. Yox, mən haterim, mən etiraf edirəm ki, mən haterim. Nədir ki? S***m Interə. Bir də deyim. S***m Interə. Harada 3-cü kamera S***m Interə. Mən demək istəyirəm ki, sadəcə olaraq. Yəni indi bu iki komandanın arasında nə fərq oldu? Bu kubok udmadı, ikinci yer oldu. Sən fərqi kubokla. Yox, sən deyirsən ki, Inter serioza almadı. Və həmən hallar ki, Interdə 6 il belə minirdi də sizi məzəlsən. 6 il, 6 oyun, 6 il yox. 6 oyun olsun da. Bundan qabaq bax da şeylərə. Mindi Milan. Jiro burada elə bilənlər belə edirdi onlara. Mən də Interə bəyənmirəm. Yox, Interə bəyənməyəm, yox. Faktla danış, mən də sən faktla danış. 6 oyundan başqa, 6 oyundan başqa nə uğurları var onların? Nəyini? Inter'cə 6 il, 6 oyun. Amma Çempionlar Liqasında kimsə qoydu, Inter qoydu da şeylər. Olsundan sonra da City qoydu onlara. City qoymadı, City qılladı orada. Utdu. Orada Inter Lukaku qoydu. Bu başlı ey də belə də. Bir dəqiqə. Sonra Avropa Liqasının finalında Sevilla qoydu onlara. Uğursuz klubdur da yəni. Orada da Lukaku'nun problemi var idi. Lukaku olsun da, Lukaku beşsə loserdir. Prosta o həmən Inter Milan bir halına götürdü onları qoydu o vaxt. Giroud da comeback elədi. Amma mən Milan tərəfdəyim. Sən faktla danışmırsan. Faktla danışıram, oyunlarla danışıram. Çoxsun, Ələkbər abi dünyanın ən obyektiv və dəqiq faktı ilə danışır. Nədir? Olsun da. Olsun da yox. Yox, bir dəqiqə, bir dəqiqə. Deyirdi. Yox, bir dəqiqə. Nə düz deyil? Fakt nə düz deyil yəni dinən də. Deyirsən serioza almır. Bu nə argumentdir? Son. Necə? Sən məndən professional klubsan. Son. Serioza necə almamaq olar? Son. Dinən də necə 10 ildə Inter Milandan böyük klubdur. Fakt budur. Nəyin əsasında dinən də? Hər şeyin əsasında. İtaliya çempionu, Çempionlar Liqasının finalı. Hə olsun iyi. Olsun. Niyə çempion oldu? Bilsin də yapar qadam.
Nasıl 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, Nə 25. çempion olublar da? Al Milan da olub da la. Bir dəfə. Al Inter neçə dəfə olub? 2 dəfə olub da işte o. Necə 2 dəfə olub? 3 dəfə olub da neçə olub? 70 dəfə olub. Hə, Juventus olub da orada hegemonia. Hə, 2 dəfə olub. Hə. Yenə Milandan çoxdur. Olsun Çempionlar da. Liqası finalı var, Avroliqanın finalı var. Ayşe, udu. Kubok udub, Udub. Super Kubok udub. Udu. Milan Kubok Milan udub. udub da Super Kubok udub da. Kubok udub baxın. Super Kubok 2 dənə Super Kubok udub da. Ala Kubok udub. Juventus udub və Inter udub. Ala Kubok udub baxın. Balon Kubok götürürsün. İtaliyadırsa? Sən balon oyuna baxmısan bura? Hə, baxmışam. Inter axırıncı dəfə necə belə bayabırçı oyun göstərdi? Nə vaxt olub ki Milanla Inter oynayanda 3-0 Milandandır. Allah veri oyunu sizi. Məzə Aa, necə vermə? Bu nə argumentdir? Necə vermə olar? Demədin. Ya da Inter'in Barcelona oyunu var. Orada Dimak fikirləşir ki, mən Yamalı necə tutacağam bilə? Neynəliyəm mən bilə? İnza gördük cürük ki, buraya fik görəsən necə? Amma 9-cu yerdə Milandır ha. Ya, Məki. Bu şeydir də, düzgün şeydir də, verilir. Правильно Düzgün подход? söhbəti deyil. Yox, hə, подожди, yox. Bax. Necə olur? Yox, bir dəqiqə. Bitirin, подожди, gözlə. Sən yox, nə yox, sən gözlə. Necə belə olur ki? Yox, sən seryoz. Milanın ən pik vaxtlarında Milan Inter'i uda bilmir. Nə vaxt, pik nə vaxt deyirsən? Güc bu. Allah keçən mövsüm Milan 2-ci yerdə idi, 3-cü yerdə idi. Udanmırdı Nə pik Inter'ə. vaxtı idi? Inter ən pik vaxtındaydı. Yox, Milan Inter'dən sonra ən güclü komanda idi İtaliyada. İkinci, üçüncü yerlərdə gedirdi. Topluqda idi. Inter uda bilmirdi altı oyunu. Bu mövsüm bilə 18-ci yerdə də bilə oynaya bilə gəlir Inter udur da. Hə, okey. Səncə o Deməsə nədir? Inter verib də oyunu. Allah Inter seryoza almayıb. A yer Inter seryoza almayıb. Hayır, seryoza almayıb bura. 4 xal var ha, hansı ki Inter uduzub da Milanla oyunlarda. İndi bu dəqiqə Napoli-ilə mübarizədə ona kömək Inter'ə olacaq. çempionluq da lazım deyil. Oy, belə Inter lazım olmasın. Bura Inter PSG-ni onsuz da əzəcək. Akşi. Inter Çempionlar Liqasını qaldıracaq, hepsi qurtardı, getdi bura. Olmasa, Olmasa- loxdur, nədir, fuflodur, hə? 100%. Согласен со мной? Deyəcəksən ona. В камеру скажешь, что Inter говно. Скажешь, вот söz verirsən, yaşayaraq görərək. Okey, da məcbur elədiniz mən keçək seriyaya. Əsəbləşdirədilər ya, belə Inter çeyrəkdə olmadı. Bu ilin ən pik liqası. Kim nə deyirsin? Seriya. Seriyanı bəyənmirlər. Bəli. Seriyanı ancaq qocalar bəyənirlər. Mən Ələkbər abi. Ələkbər kimi və İtaliya futbol fanatları. Mən seriyanın böyük fanatıyam. Okey, gəlin bu iki oyun haqqında danışaq. Çünki əslində bu oyun Inter o son anda penaltidən topu buraxmasaydı çempionluq. Loserdir də, loxdur. Abi, Çempion deyil, loxdur, çurbandır. Qurban Bax imkan Pedro, o verin. çəkdi, Pedro göstərdi ki, s**maqdır bu klub. Ömür boyu da belə olur. Deməli bir Ömür boyu olur. tweet atmışlar Conte ilə Pedro'nun şəklini Chelsea vaxtlarından deyir, bəzən deyir oğullar atalarını xilas eləyir. İndi maraqlı bir tərəf də var ki, gələn tur Como ilə oynayır. Como'nda baş məşqçisi Fabregas. Komada qoyacaq. Nə? Fabregas qəsdən uduzacaq. Bu uduzsun işte o. İndi də Kaler öyle həll elədi orada hər şey. Okey. Amma uduzmayacaq. Gələn həftənin oyunlarına- Ən azından xala. gələn həftənin Mən oyunlarına keçən keçməyə o çox- Parma şey eləmişdi. Mən sənə Alacaq dedim. şeydən Napolidən. Dilimi qalacaq. Mən çoxdandan demişdim onu. Mən hələ keçən mövsümdə deyirdim ki, bu Parma heç bir top klubu uduzmadı. Hətta yəni Juventus da utdu, Milan da utdu. Interlə 2-2 oynadı, comeback eləyər 0-2-dən. 9-cu yerdə gedən klub necə top klubu ola bilər bura? West Ham top klubdur. Bu sənə ömür boyu olmuyor bu top klub. Yaxşı, gələn həftənin oyunlarına keçməyək. Gəl Inter, Lazio və Parma Napoli oyunlarından qısa fikirlərinizi deyin. Sonra İtaliyadan çox eksklüziv bir topikim də var. Onu danışaq. Ondan sonra keçəcək həftənin oyunlarında Misli ilə bərabər. Orada gələn həftənin oyunlarından danışarsınız. Inter Lazio oyunundan sonra mən bildiyim qədərilə Simeone Inzaghi və Inter futbolçuları o penal olmamalı idi iddiasına görə bir sifət eləyib çıxmayıblar mətbuat konfransında da. Ya penal məncə var idi bura. Məncə də var idi orada. Orada düzdür 60-ın 40-a söhbətidir. Orada problem əslində o deyil. Problem bilet Arnautovic sənin belə şansın düşüb boş qapıya vurmaq da. Və sən o qolu vursaydın bəlkə də çempionluq gətirirdin. Orada yenə Açel bir assist elədi. Arnautovic sən Arnold bir Şüzerə qapçı gəlmişəm. ilə Milana çempion etmiş bir şəxsdir. Hans Bologna heyətində bir dənə zor soxmuşdu Interə. Yəni daxildən parçalayırdı Interi sadəcə. Yəni onu demək istəyirəm. Plus Lautaro Martinez də yox idi. Lautaro da niyə yox idi qısas? Düzədəli. Dəliydi. Brat o çempion, brat o qoymur Çempionlar Liqasını saxlayır. Brat Orada da qoyarlar. Problem yox. Xviça da deyəcək, Miami işləvzətli çempion. Xviça nə vaxt Xviça sən bilirsən də, sən İtaliya seriyasına baxmısan da. Xviça Interə qarşı bu neçə vaxt oynayıb. Nəsə rezultatında şey var. olacaq da. 0 da. Все бывает первый раз. Nə edirlər? Qaqa. Dribling yoxdur. PSG nə vaxt udub? Bir dəfə PSG olsun. nə vaxt udub heç bir Çempionlar Inter futbolçu Liqasında? keçə bilməyib Nə insan. vaxt udub PSG? Bütün seriyanı belə eləyirdi, Inter. amma Interdən yox. Yox, PSG nə vaxt udub Çempionlar Liqası? Udmayıb heç vaxt. Yəni PSG özünü cıracaq. Cıracaq O da, oyunda. Inter udacaq da bura. Udmayacaq Barça özünü cırdı, Inter utturdu bura. Barsa cırmadı, Barsa məzələnə oynadı. PSG tamam başqa oynayacaq. Yəni Inter
Baxarıq. Dünən gecə İtaliya mətbuatına çox sensasional bir xəbər düşüb ki, may ayının 18-i Jurgen Klopp Romanın təklifini qəbul edib növbəti mövsüm Roma baş məşqçisidir. Amma özü dedi ki, o bu söhbətdə. Özü deyəndə onun agenti deyib ki, yox. Səhv Yox, söhbət. o agenti söhbətdə rəsmi açıqlama deyil. Bu da o deyildi, bu da o deyil. Yox, hələ ki, yəni ortadadır da, yəni. Sadəcə mən Klopp deyirdi ki, mən gedirəm, hələ bilmən nə vaxt gedəcəm. Red Bullun bütün işlərinə baxır indi futbol çempionatı. İndi Romaya getmək, yəni Roma nə dərəcədə o proyektə oxşayır ki, harda ki Klopp özünü uzun müddətli görür. Məncə o deyil. Mən Kloppu Milanda görürəm. Prosta Milan gəlib başlı rəhbərləri olsun. Ya, məncə Klopp yox, normal rəhbərlik olsun da. Klopp ümumiyyətlə İtaliyaya getməyəcək. Məncə Klopp istənilən Serie A klubuna getsə, mən bir Kloppa olan simpatiyamdan həmin klubun azarkeşi olacağam o öz yerində. Amma biz keçən verilişlərdə danışmışdıq Pepin Serie A-ya getməməsi məsələsi. Kloppdur, Pepdir bu səviyyədə bir məşqçi getsə əgər ora, o istər-istəməz Serie A-nın reytinqini qaldıracaq. Mani lazımdır. Həmin klubda mani olmalıdır. Bu dəqiqə İtaliyanın heç bir klubunda bu qədər pul yoxdur. Amma Jurgen Kloppdan Pep Guardiola kimi o qədər baxalı baş məşqçi deyil axı. Baxalı deyil, yox transferlər istəyəcəklər. Bravo belə transfer də istəmir. Roma yaxşı. Kimlə oynasın? Cristante ilə oynasın? Yoxsa kimlə? Zəki Çəliklə oynasın? Başladı yavaş-yavaş. Başladı. Kimlə oynayırdı bura? Liverpool təzə gələndə kimlər var idi ki? Okey də Liverpoolda sərmayə var idi. Romada o sərmayə yoxdur. Liverpool burax da, Dortmund Borussia. İtalyan qanunları da var orada. Dortmund Borussia borclar içində yatan klubu idi. Okey də Roma çıxartdı da Şmelçilləri zaten çıxartdı da. Roma bir şey olsun. Blaşkovski tanıyırdıq biz bura. Tanıdıq da əsas. Tanıdıq da Kloppun hesabından tanıdıq. Lewandowski tanıyırdıq biz bura. Mən Biz Azərbaycanlı olaraq tanıyırdıq Lewandowskini. Gəlib qoymuşdu bura 2-3 dənə. Prosta çətin yox, Roma'ya mən də inanmıram açığı. Prosta maraqlı olar. Məsəl üçün Pep Guardiola Juventus'a gəlsə, məsələn, Klopp da Milana gəlsə. Hə, çox maraqlı olar. Simone, Klopp, Pep, Conte. Ki Nadi Silişova, Simone. Evet. Lişnik Conte. Simone onlara çatmaz. Simone pik məşqçidir. Məşqçi əlbəttə ki, yaxşıdır. Amma top deyil. Ələkbər abi bütün xeytirliyini götürüb gəlir. Yox, Lazio olanda da mən onu deyirəm. Niyə Conte topdur, o top deyil? Conte çünki nəticə verir. Hər bir getdiyi klubda çempion olub. Tottenham'dan başqa. Galatasaray nə qrupda qalıb burada? Ay bilə, indi nə olsun? İndi şey adı Çempionlar Liqasının 8-də birdən yoxdur. İndi hansı hər bir məşqçinin bir fakapı var da. İndi Galatasaray nə qrupada qalıb? Claim-odur. Tək fakapo deyil. Galatasaray kimsənəcək. Şeydir, Rəvan nədir? Adam ancaq liqaya oynayır da. Məsəl üçün heç vaxt görə bilməzsən ki, Conte'nin klubu həm Premier Liqaya da zirvəyə oynasın, paraleldə də Çempionlar Liqasında oynasın. Sonra Barcelona'dan sonra götürdü City-dən Çempionlar Liqasını tutdu. O deməkdir ki, indi fuflodur Pep. Yox, fuflo məsələsi deyil, amma adam 3 müsabiqədə, 4 müsabiqədə eyni vaxtda rəqabət aparır. Conte bunu eləmir. Juventus'un o hegemoniyasını yaradanlardan biri hələ buydu da. Onun vaxtında başlayıb Juventus. Agnelli heç də yəni Agnelli də burada. Allegri gəldi yenə 8 dəfə çempion oldu, 2 dənə də final oynadı. Eyni sastavla. Barini qaldırıb 2-ci liqada məsələn. Oradan onu hamı tanıyıb da. Sonra getdi. Məsələn, getdi hər bir klubda onun komandası birinci pillələr uğrunda oynayırdı. Chelsea-də çempion olub. Məsələn, ikinci mövsümdə niyə Chelsea çempion oldu? Yox, orada o ikinci mövsüm problemi var. Çünki Pep ona verdi sonra. O ikinci mövsüm problemi var ümumiyyətlə həmişə. Onda məsələn, çox məşqdə belə şey olur. Xavi Alonso da məsələn birinci mövsüm oldu, ikinci mövsüm oldu. Gəl sənə sual verim. Conte hansı Chelsea-ilə çempion olub? Necə hansı? Liqanın vəziyyəti nə gündə idi liqa? Liqanın vəziyyəti nə Çorlar gündə? ölkəsində heç kim Okey. İndiki Liverpoolun çempionluğu idi. Yox, okey, понятно, хорошо. Juventus hansı Juventus olub? Kim var? Yox, indi biz belə deyiriksə də hər bir məşqçi barəsində belə danışmaq olar da. Milan 8-ci yer tuturdu, Inter gücbarını 4-yə Milan düşürdü. 8-ci tuturdu. Milan həmən mövsüm dirəşirdi Juventusdan. Hər iki mövsüm. 2012 orada bu boyda gol girmişdi, saymadılar. O həmən mövsümdür. Nə boyda? Bu boyda, hə. Hədə zarafatsız Montalivi 72 sm girmişdi içəri. Bu forma belə çıxardı. Hələ deyib Juventus o momentdə sonra Juventus gəlib gol vurub. Vırmayıb. Abiyaticə ona adı bir. Deyib Conte eləyib. Conte eləməyib, Agnelli eləyib. Ay qardaş, Agnelli eləyib eləməyib. Juventus ömür boyu bütün Juventus çempionlarlarını biz deyək ki, Agnelli eləyib. Və sonra Juventus gedirdi Galatasarayla qrupda qalırdı. Ay Juventus ömür boyu Çempionlar Liqasında pis oynayıb da. Yəni həmişə finallara çıxıb. Belə də yoxdur burada. Belə də yox. İndi Galatasaray udub. Özü ikinci gün olub da oyun. Birinci gün almadan sonra qış, qarza, Conte Valverde'nin Barcelona'sına uduzub. Sonra hər bir məşqçi, sonra gedib Roma o Barcelona'nı udub. Hər bir məşqçi, yəni onun qara zolağı var,
bəzi maçlar var ki, indi yaxşı Flick uduzdu şeyə də. Tottenham'a niyə oynamır? Tottenham klub deyil ümumiyyətlə. Yəni ora gedib səhv eləyib. Conte Hər yaxşı bir- məşqçidir biraz. Yaxşı məşqçi Conte deyil, niyə? okey. Conte yaxşı məşqçidir. Conte top Yaxşı. məşqçidir. İndi Napoli udacaq çempionatı. Simone Inzaghi-ni məğlub edəcək də bu. Yəni o yenə də deyirsən pis məşqçidir. Yəni deyirsən liqanın vəziyyəti nədir? Inter finala çıxan Bırak. Interi udur. Simone Inzaghi 4 dənə kubok da oynayırdı. Son məqama qədər. Bax son aya qədər. Uje bir preimущество var çünki Napoli ümumiyyətlə Çempionlar Liqası. Avrokublarda yox idi. Brat, Conte Avrokubada ümumiyyətlə- yox idi. Brat, Conte kubokun birinci turunda bizdən oynasa, Conte yenə oyunu verər bizə. Şey, Napoli. Əsas məqsədi o idi ki, Napolinin biz seriyanı udaq. O da öz şeylə Sən spravət bilirsən də elədi. Conte ən çox maaş alan məşqçilərdən biridir. Bəli, bəli. Ona maaş verən ağzını s**k məndə. Yəni elə şey yoxdur da. brat. Adam qaqaş. Yəni vallahi bax, Pep Guardiola o maaş alır, bir də bu bu maaş alır. Mənə çatmır da. Conte niyə sənə belə şeydir be? Brat, mən Nə o- oldu? Nə mən- edeyim sənə? Hə. Mən şey, Conte yaxşı məşqçidir. Amma sən Klopp'a top deyirsən, Pep Guardiola top desən və Conte-ni o sıraya qoymaq Qoya bilməzsən. mümkün deyil. Ay qardaş. Ora Inzaghi yaxındır. Ay belə Inzaghi niyə Inzaghi yaxındır? Ora- Niyə Inzaghi yaxındır? Hansı Zasuka çıxartdı finala? Ora daşı- Malades şey oldu, adı nədir? Çempion oldu, krasavçı. İki dənə final var, Kontunun. İki dənə finalı var Çempionlar Liqasında. Bura. Hector Cooper'ın da finalları vardı 2 dənə. İndi nədir? O eyni tutursan onları. Hector Cooper'dan. Kupi Conte'dan yaxşı məşqçidir. Kontuda demirəm, mən Inzaghi'dən. Yaxşı da pisdir. Plus minus eyni Hə, şeydir. plus minus eyni Inzaghi şeydir. qazansın, Inzaghi Hə, daha də yaxşıdır. loser. Bu da Conte bədbəxt hər bir getdi çempionatda çempion olub. Sən də deyirsən şeydir. Tottenham nə olar da və Tottenham pulu Onların yoxdur. Chelsea olub da, sonra qrafanı doldurub. Hə. Conte'yə qarşı konkret şeydir. Chelsea olmur deyə bura Fabregas hə, saxlayacaqlardı. oldu da, Diego oldu. Costa dedi ki, ala Torumuza bas, Fabregas oynamalıdır. 22 asist girdi Conte. Fabregas indi Kraski kömək eləyəcək Conte'yə çempion olmaq. Bir dəfə Como ilə oynayıblar da. Inter Como. O Inter Napoli'nin söhbəti var. Inter keçdi. Mən dedim ki, Como uduzacaq. Nə vaxt olub? Birinci qrupda. İndi uje Napoli İndi- vecinə də deyil. Cagliari-ni rahatçasına Elə udacaqlar. Como getdi elə Napoliyə qoydu. Como hamıya qoydu. Como Napoliyə rahat qoydu, Inter qoya bilmədi. Como ümumiyyətlə hər bir komandayla öz meydanında oynadığı vaxtlarda mən baxırdım oyuna. Milan necə onları unutdu, mən başa düşmədim. İspanlar elə şeyləri unutmurlar. Milan necə onu unutdu, mən də oradan başa düşmədim. Çox da непонятно oyun oldu Milan unutdu. Məsələn Juventus-da onlar konkret qayırdılar, axırıncı dəqiqə topu vurata bir dənə şillə vurdu, qaççıya penalti verdilər, Sala Kolmani görürsüz vurdu. seriya necə möhtəşəm liqadır. 1 saatdır danışırıq seriyada. Nəysə, onda icazə bizdən keçək. Kesin Fransa çempionatı. Növbəti həftənin oyunlarına. Biraz Bundesliqadan danışım. Ha, buyur, Son buyur. tura tam olaraq baxdım. Aha, nə? Çox əla tur idi. Çox steril. Elə bir poliklinikadasan da. Liqa belədir də, poliklinikada, liqa deyil. Eintracht şükür Allaha Eintracht keçdi. Mən istədim. Şükür Allaha Dortmund Borussia keçdi. Yox, mən istəmirəm, brat. Mən istəmirəm Union çıxsın və bu şəbli onlarla belə Union yoxdur. gələn gedən onları qoysun. Eintracht yenə olacaq, Məsələn hə? deyirəm də, Mainz çıxmasın da. Mainzin Çempionlar Liqasında. Mənə o çatmır da, brat. Yaxşı Hə, ki, Girona oradadırsa, Mainz niyə Amma getməsin? Girona da olmamalıydı orada da. Hə, nə oldu ona 15 komanda elədi Çempionlar Yox, hayır, Liqasında. brat. Biri var, bunlar gedirlər. Məsələn, Girona kimi komanda. Məsələn, Newcastle niyə görə o istəyirəm ki, Newcastle olsun, Nottingham Forest yox. Çünki Newcastle başda oyuncu alacaq, nəsə göstərəcək. Nottingham Forest Çempionlar Liqası çıxsa 24-cü yer tutacaq. Niyə almayacaq Yox, ki? Dinamo Zagreb tutacaq. Yox, niyə 24-cü yerdə. Dinamo Zagreb niyə Nottingham heç kim Almayacaq almayacaq? da, brat. Niyə? Almayacaq, brat. Onun milyarder sahibi var, hansı ki pul buraxacaq. O Stitchkin çox transfer edib. O Timboli növbəti ildən öncə də İngiltərə belə sıxacaq bunların başını, hamısını. City-dən başqa da. Marinakis qaqaş. Pep yenə 800 Belə milyard adamdır. pul xərcləyəcəklər. Və Almaniya Bundesliga keçdi və bir dənə şey də İkinci Bundesliga xatırladıq. haqqında da İkinci danışmaq Bundesliga istəyirəm. haqqında. Mahir haqqında danışmaq istəyirik. İnşallah Mahiri də Malazet. Bundesliga-da görək. Bəli. Ki Mahiri Bundesliga. danışıqlar St. farklı Pauli, klublar hə. var da. St. Pauli. Bəli, və sonra dedilər ki, boş söhbət. Sonra Kaiserslautern çıxdı ortalığa. Kim olsa olsun brat. Bundesliga-da olsun. Bundesliga-da olsun. Və bu O məşqçi hat-trick kimdir? Bu Kloza hat-trick qardaşımız. bu hat-trick çox gözəl marketinq priyomu idi, yəni. 100%. brat. Hat-trick elədi, Yox, bazar qiyməti özdə qalxdı Bağbat bir dənə risk qiymət getdi. 100%. Deyirəm də marketinq priyomu. Yaxşı hörmətli sağollaşdı da. Yəni Bəli, Nürnbergdə kişi- 100% onun yaddaşlarına. Yəni Azərbaycan haqqında danışsa Yoxsa- deyəcək ki, Emreli var idi. Mustafa bizdə də. Emre postu getdi Misirdə time boyu şey yazmışdı deyə. Getdi bir dənə qoydu dedi belə. Siz vuranmırsınız, mən özüm vuracağamsınız. Təsəvvür şeyin açıqlaması var idi, nasıl Miroslav Klozen tezlik Nəsə? ki, deyir Mahir Kayfi istəyəndə oynayır. Kayfi Maşını da orada istəyəndə- sən deyirəm ki, Bundesliga, ikinci Bundesliga da sol ayaqdan Babat 3 dənə topu yaddaşımdadır. Birinci o Babat. şeyə vurmuşdu uzaqdan Greater Fürtə, derbi sayılır onlarda. İkincisi Kaiserslautern soxub Babat. Ya axırıncı bu axırıncı turda bir dənə sola belə səviyyə qolları var. Mahir bir də Azərbaycan millisinin formasını geyinməsin. Bu normal futbolçudur bura.
Azərbaycana gəlməndə gəlməyən yaxşı. kimi elə bilət nə bilim ola. Tək Mahir deyil də Hamısı hamısı. Hamı da elə deyəsən. Nəysə. Deməli, həftənin oyunlarına keçirik. Həftənin oyunlarına keçməzdən əvvəl qısa bir elanım var. Bizim baş sponsorumuz Misli, Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun rəsmi tərəfdaş partnyoru olan Mislinin sizə 10 dənə bilet hədiyyəsi var. Və bu biletlər Kubok finalında Qarabağ Sabah oyununa aid biletlərdir. Biz nə edirik deməli? Yəni xüsusi giveaway-lərdə kimi bir şərtlərim yoxdur. Abunə olun, like eləyin falan fistan. Vuvuzelanın Yaxşı kommentlər gözləyirik. daimi izləyiciləri bunu eləyir. Deməli, bu buraxılışın altında Vuvuzela ilə bağlı belə maraqlı xatirəviz, gülməli bir şey, gülməli bir şərhiviz, obyektiv, bizdən fərqli olaraq obyektiv bir tənqidiviz, Qeyri-obyektiv tənqid. qeyri-obyektiv. Yəni 5 dənə maraqlı şərhi biz seçəcəyik və o şərhlərin yazan şəxslərin hərəsinə də 2 dənə final oyununa bilet hədiyyə eləyəcəyik. Buradan da Misliyə təşəkkürlər ki, bizim izləyicilərimizə belə bir jest eləyirlər. Onda baş sponsorumuzun dəstəyi ilə keçək həftənin oyunlarına. 3 dənə oyunumuz var. Birincisi Premier Liqadır, onsuz bir Premier Liqadır. Qalan ikisi İtaliyadan olacaq. Nottingham Forest Chelsea oyunu. Bu Çempionlar Liqası yarışına düşmək üçündür. İkincisi Como Inter oyunudur. Üçüncüsü də Napoli Cagliari oyunudur ki, hansı ki seriyanın qalibini müəyyən edəcək. Yəni siz Nottingham Chelsea oyununa dair qənaətlərinizi deyin, ehtimallarınızı. Siz də ekranda görəcəksiniz əmsalları burada. Mən fikirləşirəm ki, Nottingham Chelsea 2,5 alt. Nədir o? Az gol olacaq. Hə, 3 qoldan. Nottingham biraz oyundan qırağa çıxdım. Yazığım gəldi mən Nottingham'a. Mövsümün demək olar Da axırıncı momentdə. o Leicesterdən oyundan sonra da rəhbərlik mən gəldi. Hörmətsizlik elədi Espirito Amma Santo'ya. nəsə sənə deyim ki, belə görsənir ki, Van Nistelrooy tapıb bağını prosta gec oldu da. Hə. Ki risk qalmayacaq o da Leicester. Məncə qalacaq. Görəylə bu. Məncə qalacaq. Mən Mən qalmağını var istərdim. 200 gol vurdu. Hə, qalmağını 500-cü istərdim. oyunda Ward 200-cü golunu vurdu. Premier Liqa tarixinə düşdü. Görsən Həmişə. Misli necə bizə kömək edir. Yada salırıq köhnə oyunları. Bəli, köhnə oyunlar. Mən fikirləşirəm ki, Qəbələ ilə 1-1 2,5 alt dozda. dəqiq hesab. Dəqiq, okey. Onda keçək Ələkbər abinin sevimli komandası Como'nun Inter'dən olan oyununa. Deyirəm, mən elə fikirləşirəm ki, Como uduzmayacaq. Xal olacaq Yəni deyirsən də. 1x olar. Özü oyunu 5-ci günə saldı. Hər iki oyun çəkilib Interə görə biraz qabağa. Məncə 1x. Como çünki okey də deyir Fabregasla Conte'nin arasında şey var, amma məncə Fabregas bu dəqiqə yaxşı seriya yığıb 6 qələbə dalbada olmuş, yəni sonuncu turda heç şey oldu. 7-8 oyun uduzmur ümumiyyətlə. Yəni məncə bu istəyirik ki, belə davam olunsun. Şey deyim, mənim proqnozum belə olacaq. Əgər Lautaro Martinez oynasa, Inter qələbə. Oynamasa özünə aid. Ki məncə buraxacaq yəni. son Napoli turunu. öz meydanda oynayır. Hə. Cagliari qələbə. Oo, hətta. Sən? Bu hansı mövsüm mən yadıma düşür? Hansı mövsüm? Juventus Napoli ilə mübarizə apardılar. Koulibaly Juventus favoritini gol vurdu. Amma son oyunda Koulibaly hafta gol vurdu və Juventus çempion oldu. Bax burada da eyni bir şey olacaq məncə. Eyni süjet olacaq. Mən belə fikirləşirəm ki, Napoli udacaq gol buraxmadan, belə deyim. Yəni yox gol deyim. Quru oyun keçəcək də. Yox gol da, yəni udacaq amma gol buraxmayacaq. Cagliari vurmayacaq, belə deyirəm. Okey. İnşallah bizim proqnozlarına prosta epizodu qoymaq lazımdır. Ha, Ya, 100%. keçən dəfə mənim proqnozum düz çıxmışdı. Amma Amma o demək deyil ki, bu həftə düz olsun. Onun proqnozuna ev qoya bilərsiniz. Mən Yox, məncə Bax Ələkbər qoya bilərsiniz. Bax pristroyka. məsuliyyəti öz üzərimə götürmürəm. Yox, məncə Ələkbərin şeyini çox risk eləməyin. İldə ayda bir dəfə tutur. Amma siz də öz Sən bir dənə bax yaxşı, ehtimallarınızı bundan qabaqki verirsə, sonra da. Amma siz də öz ehtimallarınız üzərindən Mislin saytında qeydiyyatdan keçib öz kuponunuzu yarada bilərsiniz. Bu ilə də həftənin oyunlarını yekunlaşdıraq. Sonda da düzdür, bu veriliş efirə gedəndən 1-2 saat sonra olacaq oyun. Yüngül Avropa Liqası finalına dair Ha, doğrudan sabah var. sabahlar Tottenham və Manchester United. Çox belə. Nipanyatla 2 dənə Premier Liqa komandası. Doğrudan bir söz demək olmaz. Məncə penaltilərə gedəcəklər biraz. Yəni 0-0 quru gedəcək. Yox, 0-0 yox, prosta penalti. Məncə olacaq belə də çox az qollu bir oyun olacaq ümumiyyətlə. Mən elə fikirləşirəm. Nə bilim 0-0, 1-0 bəlkə kimsə vurar, amma tam dəqiq deyə bilmərəm kim, çünki hər iki komanda çox pis vəziyyətdədir. Orası Məncə eşə olacaq. Amma istərəm ki United tutsun. 100% bu. Ha.
Kim olursa olsun Tottenham olmasın. Bu mövsüm düzdür. Tottenham'ı demək uda bilməmişik biz heç bir oyunda. Hətta Ruben Amorim gələndən sonra. Amma Avropada Amorim nəsə başqa bir şey oynayır. Avropada Manchester başqa cür amma Bilbao onu əziblər burada. Tottenham'da fərqli oynayırdı Avropada. Gələn gedənə qoyurdu. Tottenham kimlərlə oynayırdı? Manchester kimlərlə oynayırdı? United'in yolu daha çətin oldu. Lyon, Finala da Atletico. belə həmişə bir şey deyirsən. Day çıxmasın da, day belə finala çıxmasın da burada. Düzülanjla oynayırdı. Day çıxmasın. Məncə düzülanj var, sən də şələ. Nəysə bu həftəlik də bu qədər əziz Vuzeli izləyiciləri. Qərb Ekspresinin 38-ci buraxılışında sonuna gəldik. Yenə ağzımıza gələn kimi bir futbolunu buraxılış çəkmişik. Bir də uşaqlar, yəni Instagramda paylaşın reelsləri zadı. Reelsləri paylaşın. Dviz eləyin də. Bəli, videoları bəyənin, şərh yazın. Şərhləri ki, özüm şəxsən cavablandırıram, xoşuma gələn şərhləri və gələn buraxılışlara dək deyib bu buraxılışı yekunlaşdırıram. Öpürəm hər birinizi, gələn buraxılışa dək. Ciao bambino. Let's go.